qeydlər aparın inşallah. Və ümumiyyətlə həmən bu qeyd elədiyimiz 3 növ tövhid eyni zamanda imanın ərkanlarından, Allaha imanın ərkanlarıdır. Çünki Allaha imanın içindədir. Bəli, eyni bu bölgünü siz imanın əsasları bölümündə, Allaha iman bölümündə eyni bölgüdür. Orada da. Yəni bildiyimiz kimi imanın əsasları var, ərkanları var. Yəni hansı ki insan bu imanın ərkanlarına, əsaslarına iman gətirməmiş, iman sahibi sayılmır. Bu da nədir? Allaha iman. Bu əsasdır, əsildir. Sonra onun peyğəmbərlərinə iman, mələklərinə, kitablarına, demək, axirət gününə iman və həmçində qəza-və qədərə iman. Bu başqa bir mövzudur. Sadəcə birinci olaraq o əsl Allaha iman, o da 3 yerə bölünür. Yəni Allahın rububiyyətdə tək olmasına iman, Allahın ad və sifətləri tək olmasına iman və Allahın ibadətdə təkləşdirməyə iman gətirməkdir. Və insan bu 3 tövhidi bayaq qeyd edədiyimiz rububiyyət, ad və sifət və uluhiyyət, yəni bunları inşallah açıqlama verəcəyik. Məhz bu 3 tövhidin 3-ünə də əməl etdikdə muvahhid sayılır. Yəni tövhid əhli sayılır. Yəni muvahhid tövhid əhli. Tövhid əhli olması üçün bir insanın məhz bax bu 3 tövhidin 3-ünü də bilib və əməl etməlidir. İndi keçək, demək, görək nədir? Rububiyyət tövhidi nədir? Ad və sifət tövhidi nədir və demək, uluhiyyət tövhidi nədir?